Sındırılmış pəncərələr nəzəriyyəsi kiçik qanun pozuntularının ümumi kriminogen vəziyyətin pisləşməsində indikator rolunu oynadığını araşdıran kriminoloji nəzəriyyədir. Nəzəriyyə 1982-ci ildə Amerikalı sosioloqlar James Wilson və George Kelling tərəfindən formalaşdırılıb. Onların fərziyyəsinə görə cəmiyyətdə qəbul olunmuş davranış normalarının və hətta qanunların pozulmasına irsiyyət və ya tərbiyədən çox əsasən ətraf mühit təsir edir. Yəni, əgər insanın ətrafında özbaşınalıqdırsa, böyük ehtimalla o da eyni cür davranacaq. Nəticədə alınır ki, buranı mən zibilləmədim, məndən əvvəl də artıq zibillənmişdi. Beləliklə, insanlar bir-birinə baxaraq normal rayonları elə hala gətirirlər ki, burada axşam saat 9-dan sonra adam evdən çıxmağa qorxur. Nəzəriyyə iddia edir ki, vandalizm, ictimai yerlərdə sərxoşluq, metroda maneənin üzərindən tullanmaq və s. kimi xırda qayda pozuntuları ümumilikdə daha böyük cinayətlərin həyata keçirilməsinə kömək edir. Nümunə kimi müəlliflər sındırılmış pəncərələri misal göstərmişlər. Belə ki, əgər bir binada sındırılmış bir şüşə dəyişdirilməsə, sonda bu binada sağlam şüşə qalmayacaq. Daha sonra isə soyğunçuluq başlayacaq və həmin ərazidə kriminogen vəziyyət qısa bir zamanda pisləşəcək. Hələ 60-cı illərin sonlarında tanınmış Amerikalı sosial psixoloq Philip Zimbardo, həmin məşhur Stanford türmə təcrübəsinin təşkilatçısı belə bir çox sadə təcrübə keçirdi. Bu təcrübə sındırılmış pəncərələr nəzəriyyəsini hələ bu nəzəriyyənin ortaya çıxmasından əvvəl sübut edirdi. Zimbardo iki tamamilə eyni avtomobili nömrəsiz və kapotu qaldırılmış formada iki tam fərqli yerlərdə qoydu. Birinci halda New York'un ən təhlükəli rayonlarından biri olan Bronxda, ikinci halda isə əsasən varlı sakinlərin yaşadığı adi bir Kaliforniya şəhərciyində. Bronxda 10 dəqiqə içində maşından akkumulyator və radiatoru götürdülər. Bir sutka sonra isə maşında ümumiyyətlə qiymətli heç nə qalmamışdı. Bundan fərqli olaraq Kaliforniyanın şəhərciyində isə maşına heç kim toxunmamışdı. Bu zaman Zimbardo özü ilk addımı atmağı qərara aldı. O, çəkiclə maşının ön pəncərəsini sındırdı və artıq qısa müddətdə maşını metal qalağına çevirdilər. Həmin o varlı, uğurlu, normal insan. Əlbəttə, bu nəzəriyyə təzə idi və onu təcrübədən keçirmək lazım idi. Niderlandın Groningen Universitetinin sosioloqları tərəfindən nəzəriyyənin yoxlanılması üçün bir sıra təcrübələr keçirilmişdir. İlk təcrübə çoxlu mağazalar olan bir küçədə və Groningenlilərin adətən alış-veriş edərkən velosipedlərini park etdikləri divarın yanında keçirildi. Bu divarda rəsm çəkməyin qadağan olunduğunu bildirən gözə çarpan bir işarə vardı. İlk öncə divar təmiz idi. Təcrübə keçirənlər ümumi sayı 77 olan hər bir velosipedin sükanına, üzərində mövcud olmayan bir idman malları dükanının loqotipi və sizə xoş bayramlar arzu edirik sözləri olan kağız asırlar. Araşdırmaçılar gizlənərək kənardan velosipedçilərin hərəkətlərini izləyirlər. Küçədə zibil qutuları yox idi. Ona görə də velosipedçilər kağızı ya yerə atmalı, ya digər velosipedin üzərinə asmalı, ya da daha sonra atmaq üçün özləri ilə götürməli idilər. İlk iki varianta qəbul edilmiş normaların pozulması kimi, üçüncüyə isə qaydalara riayət olunması kimi baxılırdı. Nəticədə 77 velosipedçidən cəmi 25-i qaydaya riayət etmədi. Daha sonra təcrübəni eyni hava şəraitində və günün eyni saatlarında bir daha təkrarladılar. Lakin bu dəfə divarda məzmunsuz rəsmlər çəkilmişdi. Bu dəfə isə velosipedçilərdən 53 nəfər qaydanı pozdu. Beləliklə, divarda rəsm çəkmək qadağasının pozulması insanları digər bir qaydanı da pozmağa stimullaşdırmış oldu. Çox vaxt bu nəzəriyyənin reallıqda nümunəsi olaraq 80-ci illərin New York'u misal göstərilir. Çünki 80-ci illərdə New York Amerika Birləşmiş Ştatlarının ən təhlükəli və kriminogen şəhərlərindən biri idi. Orada hər gün 1500-dən çox cinayət törədilirdi. Bunlardan 6-7 dənəsi qətl hadisələri olurdu. Gecə vaxtlarında şəhər sakinləri ümumiyyətlə küçəyə çıxmağa risk etmirdilər. Metro isə quldurluq simvolu hesab edilirdi. Qatarlarda vaqonların döşəməsində həmişə zibillər olurdu. Tavan və divarlara isə qrafiti çəkilmişdi. Lakin 1994-cü ildə New York meri Rudolph Giuliani və New York polisinin yeni komissarı William Bratton qrafiti, metrodan biletsiz istifadə, dilənçilik, rezin dəyənəklərlə dava və s. kimi
xırda qanun pozuntuları ilə mübarizə elan etdilər. Bütün tənqidlərə baxmayaraq, Giuliani mübarizəsini davam etdirdi və nəticədə şəhərdə cinayətlərin sayının təxminən 2 dəfə azalmasında bu yanaşmanın da rolunun olduğu düşünülür. Artıq 90-cı illərin sonlarında New York Amerikanın ən təhlükəsiz şəhərlərindən birinə çevrilmişdi. Bu nümunə göstərdi ki, istənilən qayda pozuntusu hətta ən xırdası belə daha böyük qayda pozuntularına gətirib çıxara bilər. Və ən xırda pozuntularla mübarizə aparılarsa, bunun qanunsuzluqların gələcəkdə baş verməsinə həlledici təsiri ola bilər. Sındırılmış pəncərələr nəzəriyyəsi necə ki pis tərəfə, eləcə də yaxşı tərəfə işləyir. Çünki insanlar cəmiyyətin xeyri üçün nəsə etdiklərində, məsələn, ərazini təmizləmək, skamyanı təmir etmək və s. kimi ən xırda bir şey olsa belə, digər insanlar da ona qoşulmağa başlayırlar. Videonu bəyəndinizsə like etməyi, kanalımıza abunə olmağı və növbəti videolarımızdan xəbərdar olmaq üçün zəng butonuna basmağı unutmayın. Sağ olun.